Dostlar, ekrana yaxın oturun. İndi mən sizə çoxsunun demədiyi sirri deyəcəm. Mən sizin üçün sifariş blokları haqqında, yəni order blok haqqında 6 hissə çəkdim. Düz 6 hissə. Və onu dedim öyrənin. Hər dəfə də deyirəm. Çoxları da öyrənmir, keçir ondan başa, diqqətlə baxmır, eləmir. İndi mən sizə burada dəqiq bu zonalardan nədir və bəzi sirləri də deyəcəm. İndi diqqətlə oturun. Ekrana yaxın. Növbəti videolarda gələcəkdə çıxanda web qrupumuzda çıxacaq. O sirlərin çoxusu web qrupdakılar biləcək. İndi diqqətlə. Birinci növbədə keçirik həftəlik şama. Deməli, hər həftə mən həftəlik şama keçib baxmalıyım. Bu günləri tam birinci gündür və mən də bu həftəlik şama diqqət yetirməliyim. İndi isə biz nəyə diqqət yetirməliyik? Gəlin birinci növbədə gələcəkdə sizə də deyəcəm, bəziləri deyir ki, order blok böyük time frame-dəki order blok, kiçik time frame-dəki order blokuna düzgün gəlmir. O sirri web qrupdakilara deyəcəm ki, düzgün gəlir. Siz səhv baxırsınız. İndi isə gəlin belə bir məqama baxaq. Deməli, sıçrayış hardan olub? Bu hissədən olub, düzdürmü? Hələ biz qiymətə heç baxmırıq. Bizə qiymət maraqlı deyil. Sıçrayış bu nöqtədən başlayıb qalxmağa getməyə. Birinci növbədə sizə bir dənə sir deyim. Əslində bu sıçrayışdan maqniti yandırmışam. Bu sıçrayışdan biz yolumuzu davam eləməliyik. Belə deyim. Bu bizim birinci sıçrayışımız. İndi bunu bağlayacağım. Bu bizim birinci sıçrayış. İkinci, bu qalxış zamanı bu hissədə sifariş bloku yaranıb və bu sifariş bloku hardan təkan götürüb? Bu hissədən götürüb təkanı. Görürsünüzmü? Təkan bu hissədən başlayıb. Və bundan sonra burada FVG söhbəti yoxdur. Ona görə keçir növbəti bu bir şama. Yəni bu bir şama. Və bu bir şamdan sonra FVG sonrası bu hissədə var. FVG buradan, bura FVG-mizdir. Buradan, bura belə FVG-dir. Düzdürmü? FVG-dir. Əgər burada fitil olmasaydı, mən sizə videolar çəkəndə FVG haqqında çəkmişəm. Burada fitil olmasaydı və bu bərabər olsaydı, onda bizim FVG-miz buradan buracan idi. İndi isə bizə maraqlı olan burada iki məqam var. Bizə köməyimizə çatacaq bir instrumentimiz var. Hansı ki, onu çoxları istifadə eləmir. Keçirik bu instrumentə. Və bu instrument vasitəsilə biz təyin edəcək ki, gələcəkdə qiymət bura gəlsə, deməli biz hardan döngə vermək olar. Deməli, nəyə görə? Bizə də maraqlıdır ki, bu şamın içində, bu uzun şamın içində, çünki FVG buradadır, dönüş nöqtəsi hardadır? Onu təyin edək. Bir də ki, bu ikisini biz hissəsində dönüş nöqtəsini təyin eləməliyik. İndi isə diqqətlə baxırıq. Götürəm instrumenti, gətirib şamın deyək ki, əvvəlinə maqniti yandırmışım, düz axırına kimi. Qoydum instrumenti, götürdüm xəttimi, İndi maqniti söndürüm ki, İndi lap dəqiqlə biraz böyüdüb çəkməlisən. İndi mən təqrib atacağım. Hələ bir balaca da aşağı düşməlidir. Aha, babatdı. Bunu atım açara. Bu instrumenti yığışdırıb. Aha, diqqətlə baxırıq. Bu hissədə bizdə artıq bu zona, bu şamın zonası bütöv buradan döngə yarada bilər. Yəni, sağda bir üsulla sizə çəkim. Bir dəqiqə maqniti yandırım. Maqniti yandıranda dəqiqliyin onu. Davam edib.
Bütöv bu zona bizim üçün artıq döngə yeri oldu. Bütöv. Və bu zonanın içində hardan dönə biləcəyini də təqribi biz həmən bu instrument bizim köməyimizə çatdı. Ölçdük və gördük ki, bu hissədən döngə ola bilər. Bu bir həftəliyə baxır. Həftəlikdə biz işarələdik öz yerimizi. Hələ ki, şam gəlib bura çatmayıb. Şam bura qalxıb və buradan aşağı düşməyib. Və bizim artıq yerimiz var. Bir partiya fikir ver, M5'lərdə. İndi isə qiymətə fikir verin. 4000 gerek 86.500 nə qədər? Qalxış verib maqnitlə, baba maqnitlə qoyuram. Ki dəqiq olsun. Qalxış verib 85.300-dən 86.500 kimi qalxış verib 568 deyə. Hələ ondan da biraz yuxarı qalxış verib mən bir şamı götürdüm. Biraz da yuxarı qalxış hesablasan bu bir neçə dəfə bura gələndə buradan qalxış verib artıq biz bu hissələrdən bir neçə dəfə birinci heç, ikinci, üçüncüdə risk eləyə bilərdik. Deməli belə, bu zona bizdə oynadı dəstək və müqavimət zonası. Instrument haqqında mən bir balaca geniş məlumat çəkəcəm. Onu VIP qrupdakılar üçün olacaq. Kim istəyirsə VIP qrupumuza gələ bilər. 100 dedi. Ömürlük gəlin 100 dedi. Ömürlük VIP qrupumuzda olun. Deməli, yaza bilərsiniz mənə. Və yaxud da şərhdə yazın, telegramı verim sizə, əlaqə saxlayın. Deməli, belənci, bu hissə bizdə bəlli oldu. İndi növbəti bizim hissəmiz hansı tərəfdən təkan verib aşağıda? Bu hissədən bizdə təkan başlayıb. Bu fitildən bizdə təkanlar başlayıb. Növbəti bizim hissəmiz bu hissə olacaq. Ancaq, gəlin bir diqqət bizə cəlb elədi. Bir sifariş bloku buradadır. Bir sifariş blokumuz buradadır. Görürsünüzmü? Ümumiyyətcə bu zona gəlin diqqət yetirək. Gəlin diqqət yetirək. Və bu zona instrumenti attığım video biraz qısa olsun deyə onu fikir ver. Bu zonadan artıq bizdə qalxış var. Sessiyalar çəkəndə mən sizə bəzi izahlar vermişdim. İndi biz həftəlikdə nə izahını verəcəyim? Fikir verin. Bu zonadan bizdə qalxış başlayır. İndi pozdum. Deməli bizdə bu zonada növbəti dəfə gələndə bu zonada ümumiyyətcə götürsək belə baba. Qiymətin hərəkəti başlaya bilər. Gəlib düşür 49.000 neçə. Birini də çəkdim. Bu bizim bir hissə. Artıq atmışdım da bu hissəyə. Özünüz görmüşdünüz. Bunu ümumiyyətcə bütöv götürür və bunun içində deməli bununla buna yaxın bu hissədir zona. Baba bununla buna yaxın. Düzdürmü? Qalxış ola bilər. Bu bir. Yarısı düşür bunun içinə. Bu zonanın içində də bir partiyada bu var. İndi bir dəqiqə bunları açaram. Burada biz deməli işarələrimizi qoyduq. Görürsünüz 1, 2, indi bunlar yaxındır. Bu artıq bu göy şam artıq bu şama dəyib qalxıb. Yəni növbəti dəfə gəldikdə buradan qalxış gözləmək olar. Çünki bu artıq yoxlanılır. Növbəti bir hissə bura düşür. Növbəti hissə bu hissə və bu hissə. Və biz ümumiyyətcə burada ortalama bir yer tapmalıyıq. Ortalama bir yer tapmaq üçün də bu hissədə biz onda bu buradan başlayıb, düzdürmü? Nöqtəni bura qoyuram və gətirib axırıncı nöqtəni bu hissəyə qoyuram. Və burada ortalama bizim yerimiz düşdü bura.
Burada bir qırmızı atırıq ki, gələcəkdə gəldikdə ora qiymət o hissəyə gəldikdə biz hansı hissəni gözləməliyik? Bu bizim üçün hazır olan hissələr. Davam edirik. Deməli, sonra bu şamı götürüb, ölçünü götürüb və burada xətt təqribən eyni düşdüyünə görə, eyni deyəndə 76 nə qədərdir? Burada təqribi 77 nə qədər? Kim istəsə işarəni qoya bilər. Bir balaca qrafik uzaqlaşdırsa işarəni qoya bilər. İndi bəziləri deyirdi ki, qiymət filan yerdən, filan yerdən gəlib dönə bilər. 86'lardan qiymət dönə bilər bəziləri dedi. Bəziləri, məsəl üçün burada deyirdi ki, qiymət gəlib, görürsünüzmü, 97'lərdən dönüş verə bilər. Niyə? Çünki bu hissədə həftəliyə baxmışdı, görmüşdü FVG yaranıb və FVG-ni bağlayıb sonra qiymət geri dönüşünü təxmin eləyirdilər. Bu hissələrdə isə gördüyünüz kimi sifariş bloku var və burada ölçünü götürdük. Artıq bura gəlib buranı da keçə bilər və növbəti bura toxunuşda qayıda bilər. İndi isə atdıqda ölçünü götürdükdə, məsəl üçün bəzi əgər burada qiymət bura gəldiyi zaman deyəcəkdilər ki, 70 neçələrdən qiymət dönə bilər. Təxmin edirdilər ki, məsəl üçün belə bir üsulla harca qiymət belənçi dönə bilər. İndi isə gəlin biz yuxarı fikir verək. Yuxarıda bizim ən çox selə verilən hissə, ən hündür hissə buradır. Ona görə də bizə maraq bu zona olacaq. Və bu zonada növbəti dəfə qiymət gəldikdə 126 nöqtə 121 nöqtə nə bilim necə. Belə deyəm. Bu bizdə 1. Çünki qiymət riski qalxıb və buradan başlayıb hərəkətin. Növbəti bir göyşamı yoxlayırıq. Göyşamdan işarəmizi qoyuruq. Gələcəkdə bunun sirlərini sizə deyəcəm. Niyə göyşamı yoxlamışım? Bu iki yeri biz yoxladıq. Və iki yerdə birindən işlem verdi. Yəni bu bizə nəyə lazımdır? Həmin bu instrumenti həftəlik şamda yaxalarıq. Biz keçməmişik. Həftəlik şamda biz bu instrumenti hər həftə yoxlayacaq. Gəlin diqqət yetirək. Bu şam hərəsi bir həftədir. Yoxlayırıq. Düşdü mü? Yoxlayırıq. Düşdü mü aşağı? Diqqətlə baxırıq. Gördünüz mü? Diqqətlə baxırıq. Ortalama. Diqqətlə baxırıq. Diqqətlə baxırıq. Qalıb. Yəni bunu təxmini atdım. Əslində böyüdüb lap dəqiqliyini atmaq lazımdır. Gördünüz mü?
Hələ bu hissə qalıb üzü aşağı gedir. İndi burada hələ bizim bu açılan şamımız, hələ üstəlik bizdə burada fikir ver. Bu hissəmiz hələ var. Görürsünüz mü? $86.697'dir. 6 gün 16 saat. Bu açılan şam. Bu açılan kimi üzü aşağı gedir. Hələ bu hissəni işləməyib. Və buradan üzü aşağıdan baba bu zona qalıb, baba bu zona. Fikir varsa gələ bilər bu zonaya. 77 242. Söndürüm onu. Neyse hoş. Attım açara. Şimdi bunları yığıştıra. Size bir dəqiqə bunu da yığışdırım. Növbəti ondan əlavə, əstəğfurullah, ona əlavə. Diqqət yetirin. Çoxumuz trendi buraxırıq. Çünki niyə? Deyir nəyimizə lazımdır? Boş şeydir. Bir şey qulağınızda sırğı elin dostlar. Böyük time frame'lərdəki bizim trend bizə çoxlu qazançlar qazandıra bilər. Sən kiçik time frame'lərdə. Niyə? Səbəb. Çünki M5'də girirsən, neyinsən, bu neydi burada? Burada bir meqamı da gözdən qaçırdılar hamısı. Bizim meqam trend xəttimizdir. İndi trend xəttimizdə götürürəm bu hissədən. Və yaxud da bu birinci götürüb bu hissədən. Magneti qoşmuşam. 2 toxunuş. Bunun alt hissəsində. Bir burada bizim trend xəttimiz buradadır. Gələcəkdə gələndə bura buradan bu dəstək rolunu ala bilər. Və yaxud da qırdı keçdisə qadişdə müqavimət rolunu oynaya bilər. Bu bizə burada köməyimizə çatır. Bu olmağına baxmayaraq, indi o biri xəttlərimiz heç gəlin hamısını açaq. Bu xəttləri açaq. Hələlik bunları açaq bəsdir. So, növbəti bizim burada 2 istiqamətdə var. Başlayır və fikir. Çünki niyə? Çünki ikinci bizim istiqaməti çəkdikdə biz gərək bunun toxunuşundan götürək. Növbəti trendin ən axırıncı və yaxud da hansısa bir toxunuşundan keçməlidir. Bu bir bizim istiqamət. Gələcəkdə dəstək və müqavimət rolunu oynaya bilər. 2 verin. 1 və 2. Buranı toxuşdum. Bu lojnik proboydu. Burada bizdə 2. Üçüncü hansıydı? Üçüncü isə bir dəqiqə bunu bir bağlayacağım. Düzgündür, belə düzgün oldu, toxunuşdan götürməliyik. Yəni buradan sıçrayışdan çıxmalıdır. Yəni bunun sıçrayışına budaq kimi. Üçüncü bizim istiqamət. Beləncə istiqamətdir. Yəni bununla buranı toqquşdururam. Bura ehtiyac yoxdur. Çünki bura lojnik proboydu. Lojnik proboy, yəni aldadıcı düşüb qalxıb. Amma çoxları nə edir? Gətirir, tutuşdurur bura.
Niyə? Çünki mən çox toxunan hissələrlə aparıram. Burada bizdə bir metod da var idi. Ki versin, qırdıqda girdin selə. Qaydışda oynadı sənin üçün, təzdən qayıt. Burada bizdə bu hissədən çıxış 2 dənədir. Bu hissədən çıxış bir dənədir. Niyə? Çünki buradan əgər bura çəksək, deyəcəyiz ki, buradan bura çəkək də, onda buranı çox kəsəcəkdir, az yox. Ki verdinizmi? İndi isə düşüş zamanı. Düşüşümüz bizim hələlik bu istiqamətdədir. Əgər biz belə bir işarəni qoysaydıq, trendlə işləsəydik. Görürsünüz, bir toxunuş, 2 toxunuş həftəlikdə. Növbəti dəfə bizə şərait yaranacaqdır ki, biz hələ buranı keçməmişik ki, biz hələ sellərdəyik. Bu bizdə həftəlik qrafikdə analizlərimiz. Növbəti hissələr bu həftəlik, indi bunun rəngin başqa cür eləyə bilərsiniz, qoya bilərsiniz, nə bilim, nətərsə başqa. Bir də məqam deyim. Bu hissəyə bizə çatana yaxın biz baxacaq ki, görək qiymət nə rol oynayır. Qıracaqmı, yoxsa qırmayacaqmı? Qırmasa da belə. Bizim bu hissədə bizim bir dənə sifariş blokumuz başlayır. Əslində buradan başlayır. Düşüş buradan gedib, üst hissədən gedib. Ancaq bu hissəni də biz götürməliyik. Dəqiqə. Ancaq birinci selə gedə biləcəyimiz hissə bu şamdır dostum. Bu şam. Birinci bizdə selə gedə biləcək hissə. Görürsünüzmü? Və bu şamın bunu yığışdıraq. Bu bizdə həftəlik, bizdə yerlərimiz. Həftəlik şamlarda. Ümumiyyətcə, bütün həftəlik şamların içində bizim istiqamətlərimiz. Deməli nədir? Qiymət əgər buranı qırıb keçirsəm, bu hissəni qırıb keçirsəm. İndi bəzilərimiz deyəcək ki, burada likvidlik var, bunu götürüb dönə bilər. Və bəzilərimiz. Görürsünüz. Deyəcəklər. Videoda biraz çox bu da xəttər oldu. Mən hər cür vəziyyətdə isə göstərdim. İndi isə buradan biz fikir verək. Deməli, düşüş gəldiyi zaman diqqət durun. Burada biz görürük ki, belə bir zona var. Görürsün, qiymət gəlib buracan düşüb. Bizim burada sifariş bloku bunun ucundadır. Sifariş bloku bunun ucudur. Qiymət gəlib buracan düşüb. Buradan təkan başlayıb. Buradan təkan başlayıb və qalxış gedib. Bundan sonra bu hissə sayılır göy. Göydən sonra FVG-miz yoxdur. Ona görə bizə növbəti hissə ötürülür bu balaca şama. Və bizim burada maqniti yandırmışıq. Birinci dönə biləcəyimiz hissə bu hissədir. Bu şamın hissəsidir. Və bu şamın hissəsindən də
Bir dəqiqə söndürüb. Biraz səliqə salındı, heç olma tam dəqiq alınmadı. Gördünüzmü? Gördünüzmü bu instrument dəfələrlə köməyimizə çatır. Bunu mən VIP qrupda olanları gələcəkdə bunun ümumiyyətlə sirləri haqqında çox danışacağım. Biləcəksiniz. Deməli, bizdə sifariş bloklarımıza baxdığımıza görə buradan sifariş buradan başlayıb əslində. Buradan salıb və buradan başlayıb. Ucu bu hissədədir. Buradan başladığı zaman biz həftəliyə baxanda, indi həftəlik eləyirik, çünki həftəlikdə biz çoxlu geri dönüşlər tuta bilərik. Bilirsinizmi? Bilirsiniz, bəli. Ona görə birinci növbədə həftəlik. Deməli, burada biz işarəmizi qoyduq və gördük ki, nədir, nə deyir həftəlikdə, necədir, nə cürdür və nə tər olacaq. Bura gəlib çatsa təqribən hansı yerləri gözləyək gördük. Və bu hissədə biz də gördük ki, FVG yoxdur. Burada FVG yoxdursa, ondan sonra ötürülür bu şama. Bu şamdan sonra burada FVG var. Значит, nə baş verir? Bizim sifariş blokumuz sayılır bu şam. Baba bu şam. Bu şam sayıldığına görə, ona görə biz buradan ölçümüzü götürməliyik ki, ən çox orderləri hardan yerləşdirirlər. Çünki FVG-ni bağladıqdan sonra, buranı qapadıqdan sonra bu hardan qalxış verəcək? Bu bizdə birinci bir hesab.